Şərtdə deyilir ki, düz xətli hərəkət edən 4 kiloqram kütləli cismin koordinatının zamandan asılı qrafiki verilmişdir. Bizim kütləmiz verildi. M bərabər oldu 4 kiloqrama. İlk 2 saniyə müddətində bu cismə təsir edən qüvvələrin əvəzləyicisinin modulunu hesablayın. Əvəzləyici qüvvə biz bilirik ki, kütləmizlə təcrimizin hasilinə bərabərdir. Kütləm var, təcrim yoxdur. Təcili nədən istifadə edəcəm? Baxın, qrafiki gəlin bir aydınlaşdıraq. 0-2 saniyə aralığında fikir versəz, burada hərəkətimiz bərabər yavaşlayandır. Bərabər yavaşlayanda biz bilirik ki, sürətimiz get-gedə azalır və sonda 0 olur. Sürət get-gedə azalır və 2 saniyədə artıq burada sürətimiz 0 olacaq. 0-2 saniyə aralığından sonra artıq 2 və 4 saniyə aralığına baxıram. Burada təcrim yenə sabit olacaq, çünki hərəkət bərabər təcilli hərəkətdir. Amma 2-4 saniyə aralığında artıq mənim buradakı bax bu son sürətim var idi, 0-2 saniyə aralığına tapdığım sürət. Artıq 2 və 4 saniyə aralığı üçün başlanğıc sürət olacaq. Yəni V0 0 olmuş olacaq. Və həmçinin fikir versəz, burada yəni 2-4 saniyə aralığında mənim artıq başlanğıc koordinatım 10 olub, sonda isə 4 saniyədə mənim koordinatım olub 0. Deməli, başlanğıc koordinatımız x0 bərabər olmuş oldu 10-a, x-ımız da bərabər oldu 0-a. Və zamanımız da 2-4 saniyə aralığı 4-dən 2-ni çıxacam, olacaq 2 saniyə. Yəni, buradan sx-i tapaq. Sx bərabərdir, x çıxaq x0-dan. Olacaq 0 çıxaq 10, mənfi 10. Sx-in düsturunu mən bilirəm. Sx bərabərdir v0xt, üstə gəlinsin ayx t kvadratı bölək 2. Buradan gəlin yerinə yazaq. Baxın, sx-ımız mənfi 10-dur. Bərabərdir. V0x-ımız başlanğıc sürətimiz 0-dır, qeyd etdik. 2-4 saniyə aralığında. 0-a getdisə qaldı ayx t kvadratı bölək 2. Vuraq onda ayx t-nin kvadratı, yəni 2-nin kvadratı 4 bölək 2. Aldıq ki, 2ayx bərabərdir mənfi 10-a. Buradan ayx-a tapdıq, mənfi 5. Bu, əlbəttə ki, təcrin x oxuca proyeksiyasıdır. Ədədi qiyməti artıq 5-dir. Bizdən də əvəzləyici qüvvənin modulunu soruşur. İndi düsturumuz var idi. F əvəzləyici bərabərdir M-a. Gətirib, baxın, burada yerinə yaza bilərəm artıq. M-imiz 4-dür, A-mız da 5-dir. Deyirsiniz, niyə mənfini götürmürəm? Burada çünki bu mənfi x oxunun əksinə doğru olmağını göstərir təcrin. Yoxsa təcrin ədədi qiyməti 5-ə bərabərdir. 4 vuraq 5 bərabərdir 20. Deməli, cavabımız oldu 20 Newton.